Rəşad meydandan kənar düşdükdən sonra elə bir ki bu taxt-tac boş qalıb. Səncə o taxt-taca kim oturacaq? Yox, ümumiyyətlə bayaq dedim, hər insanın öz yeri var, özünün yeri var. Mən o yeri Rəşad mənim qardaşımdır, dostumdur. Yeri gəlsə ölənə qədər mən qoruyaram o yeri. Rəşad özü də gəlib oturacaq. Müsahibiyə əla qoymusan qədəm, müsahibiyə əla qoymusan qədəm. Balali sən bunu demisən möhtəşəm. Rəşad gəlincən kiməsə vermərəm. Onun kreslosu budur. Onun kreslosu budur. Meyxananın şosu budur. Trendlərində camaat istəyib, Rəşad Dallıyla sözün söyləyib. Balali də Kərim baba ilə deyib, sənətin retrosu budur. Sənətin retrosu budur. Meyxananın şosu budur.